Salam əziz xanımlar, burada gördüyünüz Oriflame qazanc planıdır ki, siz bu dərəcələrə yüksələrək hər bir qazancı əldə edə bilərsiniz. Bizdə qazanclar 21 gündən bir verilir, çünki kataloq müddəti bir iş sessiyamız 3 həftəni əhatə edir. Bu qazancları isə necə qazanmaq olar? Bunlar haqqında bu videoda danışacağıq. İlk öncə siz qeydiyyatdan keçirsiniz. Bu şəkildə qeydiyyatlar bizdə alt-alta davam edir. Qeydiyyatdan keçirsiniz. Deyək ki, sizdən yuxarıda da qoşulan partnyorlar var. Biz qeydiyyatdan keçəndən sonra yeni bir partnyor gəlir. Deyək ki, bu xanımın adı Səmadır. Səmanın dəvətlisi varsa, artıq sizin adınızın altından gətirib qeydiyyatdan keçirdir. Daha sonra Gülşən xanımın dəvətlisi varsa, o da gəlir sizin adınızın altından qeydiyyatdan keçirir. Yəni qeydiyyatlar bizdə gördüyünüz kimi zəncirvari bir qol üzrə davam edir. Rəfiqəniz və yaxud da hər hansısa elandan sizə geri dönüş eləyən xanım varsa, o da artıq bu şəkildə şaxə üzrə qeydiyyatdan keçir. Və hər bir kəs öz evinə lazım olan məhsulların alış-verişini yaradır və alış-veriş etdikdə məhsulların yanında bonus bal var, BB. Duş gelinin qiyməti kataloqda 7 manat 89 qəpikdir. Sizə 23% endirimlə 6 manat 50 qəpik ətrafında gələcək. Və bu məhsul 4 BB. Gördüyünüz kimi 4 bonus bal sizə qazandıracaq. Bu şəkildə məhsulları aldıqca bonuslar toplanılır və şəxsi bal yerləşdirmiş olursunuz. 50 bal, 50 bonusluq məhsul alış-veriş eləyir. Buradakı xanım 75, xanım 80, daha sonra 20. Yəni hər bir partnyor alış-verişinə görə bonuslar toplayır. Bonuslar toplanılıb 150 bal edib. Burada siz dərhal bu cədvəl üzrə 3%-ə qalxmış olursunuz. Deyək ki, buradakı xanım da məsəl üçün 100 ballıq məhsul alış-veriş edib. Ümumilikdə 450 bal toplanılıbsa, burada gördüyünüz kimi 6% dərəcəsini açmış olursunuz və gəlirlər də yazılır. Birinci qola aktiv partnyorlar yazırsınız, qeydiyyat edirsinizsə, daha sonra ikinci qol açırsınız. İkinci qol necə olur? Deyək ki, bu xanım artıq burada birinci qol inkişaf edir, buradan ikinci qol açır. İkinci qola da yenidən qeydiyyatlar eləyir. Qeydiyyatlar gəlir, yenidən zəncirvari olaraq qurulur və komanda formalaşmış olur. Bu şəkildə bu partnyor deyək ki, 12%-ə qalxırsa, 12% burada gördüyünüz kimi 1800 bonus baldır. Deməli, ümumi birinci və ikinci qollarında yığılan dövriyə 1800 bal üstəgəl təşkil edir və bu partnyorumuz 12% dərəcəsini açmış olur. Gəlin indi mən sizə proqram plus izah edeyim. Baxın, hər iki qol aktiv şəkildə çalışır. Birinci qol və ikinci qol. Proqram plusda siz hər kataloq yeni üzvlər dəvət edirsiniz, düzdürmü? Bu şəkildə özünüz şəxsi 75 bal dövriyə təşkil edirsiniz, 75 BB. Və sizin dəvətləriniz, deyək ki, artıq həmin o yeni dəvətlər, yeni üzvlər sizin birinci və ikinci qolunuza yox, birbaşa sizə bağlı olur. Bir xanım dəvət gəldi, iki xanım dəvət gəldi. Bu şəkildə birbaşa sizə bağlı olur. Və bu xanımların dövriyyəsi, deyək ki, 100 balı bu xanım təşkil etdi. 50 ballıq sifariş yerləşdirdi. Bu xanım da 50 ballıq sifariş yerləşdirdi. 100, 50, 50 və 75. Cəmi, yəni sizin öz dövriyyəniz də daxil. Ümumilikdə sizə birbaşa bağlı üzvlərinizin dövriyyəsi 250 BB-ni keçirsə, artıq 250 baldan yuxarı olan hər biri proqram plusda daxil olur. Bu da o deməkdir ki, bu üzvlərinizdən 10% dərhal tövsiyə endirimi qazanırsınız. Və öz dövriyyəniz də daxil. Bu 75 bal da daxil. Yenə öz üzvləriniz və həmçinin də sizin 75 balınızın 10% keşbeki sizə qayıtmış olur proqram plus vasitəsilə. Bu da o deməkdir ki, 12%-də misal üçün sizin qazancınız olub deyək 100 manat. Əlavə də proqram plusdan sizə gəlir 50 manat. Bu da etdi 150 manat. Yəni proqram plus əlavə bir qazancdır. Bu dəvətləri ilk kataloq qeydiyyatdan keçirirsiniz, birbaşa sizə bağlı olur. Növbəti kataloqda isə siz bu qollara köçürmə edə bilərsiniz. Sistem buna icazə verir. Oriflame saytından siz daxil olub bu dəvətlərinizi istərsəniz birinci qola və yaxud da ikinci qola və yaxud da deyək ki, ikinci qolda buradakı bu xanımın misal üçün dəstək olmaq istəyirsiniz, bu xanımın ikinci qoluna və yaxud da ki, buradakı partnyorun ikinci qoluna misal üçün deyirəm. Yəni birbaşa zəncirləyə bilirsiniz. Bunu sistem üzərindən izah edirik. Baxın xanımlar, qısa olaraq proqram plus birbaşa sizə bağlı olan yeni üzvlərdir. Brend partnyoru keçməyən yeni üzvlərin keşbekləri, tövsiyə endirim və proqram plus öz dövriyyəniz də daxil sizə ikinci bir qazancı vermiş olacaq. Növbəti kataloq köçürdürük alt komandaya. Keşbek nədir? Keşbek proqramında əgər siz yeni qoşulmusunuz, deyək ki, baxın burada siz yeni qoşulmusunuz və siz hələ üzvsüz, brendə keçməmisiniz və heç bir sifariş yerləşdirməmisiniz. Yəni, hal-hazırda 0 BB heç bir sifariş yerləşdirməmisiniz. Deyək ki, sizin hələ pulunuz yoxdur, məhsul alış-veriş etmək istəmirsiniz.
Siz dəvətlər eləyib dərhal onlardan qazanc götürə bilərsiniz. Deyək ki, bir nəfər rəfiqənizi dəvət etdiniz, bir nəfər qonşunuzu dəvət etdiniz. 75 bal, misal üçün, daha sonra 50 bal, bu 60 da ola bilər, 70 də ola bilər, 30 da ola bilər, artıq onların alış-verişinə baxır. Yəni burada məcburiyyət yoxdur. 1 baldan yuxarı nə qədər edir etsin, hər zaman üzvlərə öz dəvətlərindən keşbeklər yazılacaq. Yəni burada məhdudiyyət yoxdur ki, minimum 25 bal olmalıdır, 50 bal olmalıdır. Yəni burada belə bir şərt yoxdur. Əgər üzvsüz 0 balla dəvətlər etmisiniz, dəvətləriniz sifariş yerləşdirirsə, siz sifariş yerləşdirməsəz belə, onların sifarişindən dərhal sizə keşbek yazılır. 10% yazılır. Həmin 10%, baxın, 10% keşbek yazılır. Amma proqram plusun yazılması üçün siz mütləq şəkildə brend partnyoru olmalısınız və siz şəxsi 75 BB etməlisiniz proqram plus üçün. Ancaq siz üzvsünüzsə sadəcə onlardan 10% keşbek götürə bilərsiniz. Eyni zamanda brend partnyor olsanız artıq ikinci bir 10% keşbeki də götürərək öz dövriyyənizlə daxil ikinci bir qazancı əldə etmiş olacaqsınız. Və üzv olaraq qalırsınızsa, siz bu partnyorlarınız üzv olsa da, brendə keçsə də, ömür boyu onların sifarişindən sizə keşbeklər yazılacaq. Əgər üzvsünüzsə. Yox, brendə keçmişsinizsə, artıq onlardan keşbek yox. Onlar da brenddirsə təbii ki, onlardan sizə sadəcə komanda bonusu yazılacaq. Yəni bu faiz dərəcələrini yüksəlmək üçün həmin o, baxın, burada gördüyünüz bonuslar yazılacaq. Ancaq bu dəvətlər üzvdürsə, siz brend olsanız da sizə hər zaman keşbek qazandıracaq. Və yaxud da siz üzvsünüzsə, bu partnyorlar brend olsa da, bunlar sizi ömür boyu qazandıracaq. Yəni onların alış-verişindən 10% hər zaman sizə yazılacaq. Bəs üzvü necə brend partnyor etmək olur? Qeydiyyatdan keçdikdə hər bir partnyor üzv olaraq qoşulur Ariflame-ə. Brend partnyora keçmək üçün 14 manat qeydiyyat haqqı ödəmək lazımdır. Bu 14 manatı biz özümüzdə ödənişini edə bilərik, yəni cibimizdən də ödəyə bilərik və yaxud da şirkət də bunu qarşılaya bilər. Bu hansı halda olur? Yeni qeydiyyatdan keçmişsiniz. İlk sifarişdə şirkət yeni qeydiyyat olanlara 15% endirim verir öz alış-verişindən. 15% keşbek verir. Bu da minimum 50 ballıq sifarişdə daha çox sərfəli olur. Çünki 50 ballıq sifariş yerləşdirirsinizsə ilk sifarişdə minimum, artıq şirkət sizə 14-15 manat keşbek qaytarmış olur. Çünki 50 ballıq sifariş kataloq qiyməti ilə 100 manatlıq alış-veriş deməkdir. 100 manatın da 15 manatın, yəni 15%-ni şirkət qaytarır. Geri qayıdır balansınıza. Və brend partnyoru yüksəlmək üçün 14 manat qeydiyyat haqqı ödəmək lazım idi, düzdürmü? Həmin o şirkətin sizə verdiyi keşbeklə siz brendə keçib rahat şəkildə qeydiyyat haqqını ödəyə bilirsiniz. Brend partnyor olduqdan sonra şirkətin baxın bu faiz dərəcələrinə olan üstünlükləri olsun, qazanc planı, premiyalar, səyahətlər, biznesə aid bütün imkanlardan yararlana bilirsiniz. Ancaq üzvlər bu imkanlardan yararlana bilmirlər. Üzvlər sadəcə dəvətlərindən keşbek götürə bilirlər. Brend partnyorlar həmçinin komanda bonusundan da yararlanaraq dərəcələrə yüksəlib gəlirlər əldə edə bilirlər. Üzv və brend partnyor arasındakı fərq budur.